Bakının mərkəzində qeyri-ənənəvi dini təriqəti təbliğ edən 2 nəfərin həbs edildiyi bildirilir. Yenavaz.com xəbər verir ki, bu barədə Qafqaz Info məlumat yayıb. Bildirilib ki, hadisə Nəsimi rayonu Azadlıq prospektində 28 Mal Ticarət Mərkəzinin qarşısında baş verib. 1987-ci il təvəllüdlü Teymur Əliyev və 2001-ci ildə anadan olmuş Həsən Cavadov 2 metr enində plakat açıb. Plakatın üzərində Əhmədi sülh və işıq dinini təbliğ edən şüarlar, eləcə də Abdullah Haşim zühur edib kimi ifadələr yer alıb. Ticarət mərkəzinin qarşısında açılmış plakat oradan keçənlərin diqqətini cəlb edib və həmin şəxslərlə bir neçə vətəndaş arasında mübahisə yaranıb. Əraziyə yaxınlaşan polis əməkdaşları plakatın yığışdırılmasını tələb edib və Əliyevlə Cavadovu ərazi üzrə 22-ci polis şöbəsinə dəvət ediblər. Lakin onlar polisin qanuni tələbinə tabe olmayaraq əməllərinə davam ediblər. Saxlanılan şəxslər daha sonra şöbəyə aparılaraq barələrində inzibati protokol tərtib edilib. Nəsimi rayon məhkəməsinin qərarı ilə hər iki şəxs 10 sutkalıq həbs edilib. Sayt yazır. Qeyd edək ki, saxlanılan şəxslər özlərini ABŞ-da yaşayan Abdullah Haşim Aba Əl-Sadiqin qurucusu olduğu Aropul dininin mənsubu kimi təqdim ediblər. 1983-cü il təvəllüdlü Abdullah Haşim bir müddət əvvəl özünü 2-ci İmam Mehdi kimi təqdim edərək yaratdığı dini elan edib. Qeyd edək ki, bir müddət əvvəl Aropul dininə sitayiş edənlər Fəvvarələr meydanında da aksiya keçirmişdi.